Deməli, bugünkü dərsimiz atletika, idman, oyunlardan qurtarmışıq. Oyun dövrü. Bu növ. Atletika idman növüdür. Yəni, atletika haqqında sizə bir dənə ümumi məlumat verəcəm və mən deyəndə lazım olan yerləri qeyd eləyərsiniz və o qeydləri də özünüzdə saxlayarsınız, çünki lazım olacaq sizlərə. Aydındır. Çünki atletikadan ən azı 3-4 dənə sual düşür. Miqdar 40 dənəlik sualın içərisində 3-4 dənə sual düşmüşdür. Yəni, bu sertifikasiyada mənə elə gəlir ki, kalan suallar düşəcək atletikadan. Çünki ən çox istifadə olunanlardan biridir. Aha, getdi indi nəyə? Deməli, müəllimlər, atletika qədim Yunan sözü olub, mübarizə hərəkəti deməkdir. Eramızdan əvvəl 776-cı ildən keçirilən olimpiya oyunlarında atletikanın müxtəlif növləri olmuşdur. Həmçinin 1896-cı ildən keçirilən ilk müasir olimpiya oyunlarında atletikanın 100 metr, 400 metr, 800 metr uzunluğa qaçma və uzunluğa tullanma müxtəlif növləri kişilər və qadınlardan ibarət olmuşdur. İlk olimpiya oyunları, yəni ilk müasir olimpiya oyunları müəllimlər yadında saxlayın. Neçənci ildə olmuşdu? 1896-cı ildə. Bunu yəni keçəcək, söz yox. Olimpiya oyunları keçəndə bunu keçəcək. Prosta məlumat kimi verdim. Deməli, qadınlarda 1928-ci ildə keçirilən olimpiya oyunlarında iştirak etmişdir. Yəni, qadınlar da 1800 neçənci ildə 1928-ci ildə keçirilən olimpiya oyunlarından iştirak etmişdilər. Beynəlxalq Atletika Federasiyası 1912-ci ildə Svestrənin Stockholm şəhərində yaradılmışdır. Azərbaycanda atletikanın yaranma tarixi 1923-cü illərə təsadüf edirdi. Yəni, o illərdə hesab olunur. Azərbaycan Atletika Federasiyası, yəni AAF-nın yaranma tarixi 1923-cü il hesab olunur. 1992-ci ildə təsis edilmişdir, yəni yenidən qurulmuşdur. Və 1992-ci ildə Beynəlxalq Atletika Federasiyasının Asiya Atletika Federasiyasının asosiyasiyasına üzv olmuşdur. 1999-cu ildə Azərbaycan Avropa Atletika Federasiyası və asosiyasiyasına üzvlüyünə keçmişdir. 1996-cı ildən etibarən Azərbaycan Atletika Federasiyasına rəsmən prezidenti Cavid Qurbanov olmuşdur. Bakıda ilk atletika yarışları 1922-ci ildən keçirilməyə başlamışdır. Birinci Avropa oyunlarında atletika üzrə yığma komandamız ümumilikdə hesabında 5-ci yer tutmuşdur. Atletika üzrə ilk dünya çempionatı üstü açıq stadionlarda 1983-cü ildən isə qapalı stadionlarda 1983-cü ildə qapalı stadionlarda, yəni manejlərdə neynəmişdir? Keçirilmişdir. Dünya çempionatı 2 ildən bir keçirilir. Atletika üzrə Avropa çempionatı üstü açıq stadionlarda 1934-cü ildən, qapalı stadionlarda isə 1966-cı ildən keçirilməyə başlamışdır. Bunlardan sizə sual düşəsidir. Bu getdi. Atletika, yeriş 1, qaçış 2, tullanmalar 3, atmalar 4 və çoxnövçiliyi özündə birləşdirən bir idman növüdür. 5 bölmə 48 növdən ibarətdir. 48 növü olimpiya oyunlarının proqramına daxil edilmişdir. Bax, bunu yadınıza saxlayın. Atletika 5 bölmədən, daha doğrusu, 5 bölmədən 48 nədir? Növdən ibarətdir. Və 48 növün 48-i də olimpiya proqramına daxildir. Kişilərdə 23 kişi, 23 qadın. Kişilər və qadınlarda çatışmayan həmin o bir dənə
növ ki var. O nədir? O qarışıq estafetdir. O qarışıq estafetdir. Yadınıza saxlayın. Qarışıq estafetdə bilirsiniz. Bunlar haqqında geniş məlumat verəcəm. Ona elə bir oxuyub keçirəm. 4 nəfərdən ibarət olur. Yəni 2 kişi, 2 qadın da ola bilər. Və marafon qaçışları. Marafon qaçışında marafonun uzunluğu 42 kilometr 195 metr təşkil edir. Yəni bir də marafon 42 kilometr 195 metr qarışıq idman yerişi ilk dəfə 2024-cü ildə Parisdə keçirilən nədə Olimpiya oyunlarında öz yerini tutmuşdur. Dünya çempionatında 48, daha doğrusu 49 növdür. 24 kişi və 24 qadındır. Qadınlarda 50 kilometr idman yerişi keçirilir və bir növdə qarışıq estafet olmaqla yerinə yetirilir. Qarışıq estafetlərdə də yenə deyirəm, 2 kişi, 2 qadın olur. Çünki bu qarışıq estafet. Yüngül atletika. Yüngül atletikada aid olan əsas 3 növçülük var, 5 növçülük var, 7 növçülük və 10 növçülüyü özündə birləşdirir. Və yadınızda saxlayın, 10 növçülük atletikanın incisi sayılır. Aydındır. Bunlardan sizə sual düşəbilir. Bunları ilkin məlumatdır. Yəni, yazmışam. İstəsəz PDF-dən oxuyarsınız. Yəni, vaxt demək istəməm. Sonra, deyir ki, sonra, qaçışın da müxtəlif növləri var. Qısa məsafələrə qaçışlar, orta məsafələrə qaçışlar, uzaq məsafələrə qaçışlar, bir də həddindən artıq uzaq məsafələrə qaçışlar, vaxt üzrə qaçışlar, marafon qaçışı, bir də maneələri dəf etməklə qaçışlar. Bu qaçış növü təbii və demişdim sizə harda da bilərlər, maneələrin təbii və süni olması ilə. Həm təbii olur, həm də süni maneələrdən istifadə olunur. Təbii maneələr şoseylərdə, dərəli təpəli yerlərdə cross qaçışları daxildir. Süni maneələr 80, 100, 110, 200 və 400 metr məsafələri sədlərlə qaçış kimi təqdim etmək olar. Aydındır. 3000 metr məsafəyə maneələri dəf etməklə qaçışlar da bu qaçışlar sisteminə daxildir. Qaçışın 5 dənə növü var, yazın. Qaçışın 5 dənə növü var, yazarsınız. Yəni, video izlətdə də baxanda yazarsınız. Maneələrlə qaçış var, maneəli qaçış. Dözümlüyü inkişaf etdirir, bilirsiniz, maneələrlə qaçış. Sədlərlə qaçış var, maneəsiz qaçış var, estafet qaçışı var, bir də cross qaçışı. Yəni, sizə sual düşəndə ki, qaçışın neçə növü var? Maneəli, sədlər, maneəsiz, estafet, bir də cross qaçışlarıdır. Aydındır, müəllimlər. Bura qədər sual olan varsa buyursun. Deməli, start xətti. İdmançının qaçışa başladığı nədir? Start verildiyi bir yerdir. Yadınızda saxlayın. İdmançının start. Məsələn, idmançı buradan çıxacaqlar. Bax, buradan. Bura olur nə? Bura olur start xətti. Bax, S-T-A-R-T. Bu start xəttidir. Yadınızda saxlayın. Finish xətti isə idmançının bu məsafəni qaçıb gəlib çatdığı məsafəyə nə deyirlər? Finish. Bu da adlanır nə xətdir? Bu da adlanır finish xətti, müəllimlər. Finish xəttində müəllimlər, yadınızda saxlayın, həmişə lenta çəkilir, lent, adi bildiyiniz lent. O lenti idmançının sinə nahiyəsi. Sizə sual düşər ki, atletikada idmançı qaçan zaman idmançının hansı nahiyəsi keçməlidir ki, hansı nahiyəsi birinci keçməlidir ki, bu neynəsin? Deməli, düzgün olunsun, yəni düzgün qeydə alınsın. Aydındır. Baxın, insanın qaməti düz dayananda görürsünüz, sinə irəli çıxır. Fikir vermişsiniz siz? Aha, indi müəllimlər, diqqətlə baxın.
Bunlar qaçış stadionlarıdır. Qaçış stadionlarıdır. Beynəlxalq stadionlarda, ümumiyyətcə stadionların uzunluğu müəllimlər yadınızda saxlayın 400 metr olur. Stadionun uzunluğu 400 metr təşkil eləyir və yeni stadionlarla köhnə stadion var. Yeni stadionlarda qaçış cığırı 9 dənədir. Baxın, bu yenidir. Baxın, bu yenidir. Köhnə stadionlarda isə qaçış cığırı 8 dənə olur. Aydındır. Yeni stadionlarda qaçış cığırı oldu 9 dənə. Köhnə stadionlarda isə olur nə? 8 dənə qaçış cığırı olur. Başa düşdünüz? Sonra Ben deyəndə neçədən oldu? 8. köhnə deyəndə 8, yeni deyəndə 9. Hə, oldu. Sonra getdik indi nəyə? Müəllimlər, yadınıza saxlayın ki, daroşkalar soldan sağa doğru nömrələnir. Soldan, görürsünüz haradır bu? Soldur da. Soldan 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi yenilərdə də bir dənə də burada 9 olur, bilirsiniz. Yedim onu, biliyor daha. Bax. Düzdür. Yenilərdə bir dənə də əlavə 9 olur. Əlavə 9 olur. Və yadınızda saxlayın ki, müəllimlər, idmançılar qaçanda bu istiqamətdə qaçırlar. Cəbrayıl müəllim, saat əqrəbi hansı istiqamətdə fırlanır? Onun əksinə qaçırlar. Bax, saat əqrəbinin əksi budur. O voleybolda yerləşmə ilə yer dəyişmənin görülüyü məqamına gəlir. Bəli. Bax, bu yerləşmə kimi yadında saxla. Yer dəyişmə saat, bax, budur da, saatın istiqamətidir. Yerləşmə isə saatın nəydi? Əksinin istiqamətindədir. Burada da idmançını yadında saxla. Saat əqrəbinin əksi istiqamətində qaçırlar. Aydındır. Sonra daroşkanın eni. Bax, bu daroşkanın eni deyəndə müəllimlər, söhbət bax burada bundan gedir. Məsələn 4, məsələn 6, məsələn 2, məsələn 1. Bunların eni yadınızda saxlayın. 1 metrə 20 neçə? 1 metrə 22 santimetrdir. 1 metrə 22 santimetr təşkil edir. Qaçış yolunda olan bu xətlərin qalınlığı ki var, voleybolla eynidir. Cəbrayıl müəllim, nə qədərdir voleybol? 5 santim. Ay sağ ol. Və 200 metr məsafəyə demişdim axı, meydançanın ümumi uzunluğu nə qədərdir? 400. Ay sağ ol. Bunun yarısı nə eləyir? 200. 200 metr. Düzdür. İndi idmançılar, bilmirəm, fikir vermişsiniz, verməmişsiniz. İdmançılar həmişə qaçışa başlayanda, görürsünüz idmançının biri burada durur, biri burada durur, biri burada durur, biri ondan irəlidə durur. Bir-birlərinin arasında elə bilirsən ki, bir-birindən irəlidə dururlar. Əslində onlar bir-birindən irəlidə durmayıblar. Onların qaçdığı məsafəni finişdə ucu, bax bu finişdə hamısı eynidir məsafənin. Durub onun hamısını bir-bir metri ilə metrələsin, görəcəksən ki, onun hamısı eynidir. Qabağda çıxır Cəbrayıl müəllim. Yəni, klubda gəlib çıxanda onlar hamısı eyniləşir. Klubda onlar eyniləşir hamısı. Onu döngəyə görə hesablayırlar. Nə elənsir? O döngələrə görə. Döngələrə görə elə hesab. Biri buradadır. Biri burada dayanıb. Biri bax burada dayanıb. Biri burada dayanıb. Sonra biri burada dayanıb. Biri burada. Bir-birindən irəlidə durub. Məsələn, mən uşaq vaxtı elə fikirləşirdim ki, bunlar bir-birinin ara məsafəsi verib qaçır. Bilmirdim axı, çünki söhbət nədən gelir. Sonradandan öyrəndim ki, məsələn, bu üçün imiş, bunun üçün bu nəzərdə tutulub. Yəni, uşaq ağılda ora qədər istəmirdi ki, burada pavorotlar var, ondan sonra burada qaçış yolu var, hər öz yolu ilə qaçmalıdır, bir-birinin yoluna keçmək olmaz. Bunları bilmirdik biz. İndi müəllimlər, yadınıza saxlayın, 200 metr məsafədə, onların ki, o dediyi məsafələr var, bunların arasındakı, bax, qırmızı ilə yaxşılan çəksən, baxın,
Bax, bunların arasındakı bu yaşımla çəkdiyim məsafə 200 metrədə olur. 3 metr 62 santimetr. Yəni, bir-birlərinin arasında 3 metr 62 santimetr məsafə olur. Yox, əgər 400 metr olsa, burada məsafə olur 7 metrə 24 santimetr. Gəlin elə belə sxemin üstündə hesablayaq. Baxın, deməli, 400, 200'ü 2'ye vuranda ne eləyir? 400 metre. Düzdür? 400 metre. İndi 3.62 bir de o bir mesafe neydi? 7 metre 24 santimetre. Düzdür? Gəlin toplayaq. 3'ün üstə gələk 3. Bərabər nə elədi? 6. Düzdür? 6 qaldı yadda. 6'nı yadda saxlayırıq. Sonra 20'nin üstünə gəldik nə? Üzr istəyirəm. 60'ın üstünə üstə gələk 60. Bərabərdir 1.20. Düzdür? Burada da 6 var idi. Ara qardaşlar. Burada da 6 var idi. Üstə gələk 1.20. Düzdür? Bərabərdir nə elədi? 7.20 elədi, düzdür? Tabii. Aha, 7.20. İndi burada da 2 santılarımız var idi axı bizim. 2'yi üstə gələk, nə? 2. Bərabərdir, bu da elədi 4. 7 metr 24 santı alındı müəllimlər. Ay, sağ ol. Aha, indi müəllimlər. Deməli, qaçışlar zamanı 3 dənə hakim tərəfindən nəticə yoxlanmalıdır. Nəticələr 3 hakim tərəfindən neynəməlidir? Yoxlanmalıdır. Deyir ki, qaçış yolunun ölçülməsi finish xəttinin yaxın izindən start xəttinin başlanğıcına kimi olur. Stadionda startın hardan başlanıbsa aslı olmayaraq bütün məsafələrdə finish sadəcə finish xəttində olmalıdır. Qaçışlar, bayaq dediyim kimi, saat əqrəbinin əksi istiqamətində neyniyir? Saat əqrəbinin əksi istiqamətində yerinə yetirilir. Və idmançının nəticəsi 3 üsulla yoxlanır. 3 dənə hakim onu mütləq şəkildə neynəməlidir? Yoxlamalıdır. Birincisi, deməli, foto finish hakimi, şəkil çəkən foto. İkincisi, əl xronometriyası, yəni saatla. Üçüncüsü isə nədir? GPS sistem vasitəsilə ölçülməlidir. Aydındır? Bura qədər sual olan varsa buyursun. İdman yerişi yadınızda saxlıyor müəllimlər 3 yerdə keçirilir və məsafələrə görə də neynir? Bölünür. Biri keçirilir manejdə. Manej deyəndə yadınızda saxlayın. 3000 və 5000 metr məsafə. Manejlər həmişə müəllimlər yadınızda saxlayın. Metrlə hesablanır, metrlə. Yox, əgər stadionlar və şosseləri soruşursa, bunlar kilometrlə hesablanır. Orada olur 5 kilometr, 10 kilometr, şosselərdə 20 kilometr, 50 kilometr. Bunlar kilometrlə hesablanır. Amma manejdə keçirilən nəylə hesablanır? Metrlə deyilir, metr. Sonra, əgər idman yerişlərində bir idmançı və yaxud da ki, ümumiyyətcə yarışlar zamanı bir idmançı 2 dəfə texniki səhv eləyirsə, avtomatik yarışdan kənarlaşdırılır. Aydındır. Və şosselərdə qadınlar üçün 20 kilometr olur. Qadınlar üçün 20 kilometr. Kişilər üçün isə 50 kilometr. O səs kimdə çıxdığını bağlasın. Kişilər üçün isə nə qədər olur? 50 kilometr idman yerişi olur. Aydındır. Kişilərdə 20 kilometr deməli, Olimpiya oyunlarının proqramına 1956-da daxil olunub. Deməli, kişilərdə 50 kilometr Olimpiya oyunlarına 1932-ci ildə daxil olunub.
Qadınlarda isə 20 kilometr Olimpiya oyunlarının proqramına 2000-ci ildə Sidneydə keçirilən Olimpiya oyunlarında daxil olmuşdur. Və şosedə keçirilən idman yarışlarda ən azı 6 dənə, ən çoxu da 9 dənə hakim neynəməlidir? Nəzarət eləməlidir. Sonra diskalifikasiya əks etdirən, yəni oyundan qovulmanı diskalifikasiya bilirsiniz. Diskalifikasiyanı əks etdirən qırmızı vərəqəni yalnız baş hakimdə neynir? Olur və o göstərir. Aydındır. Sonra gedirik atletkanın çox növçülüyünə. Əsas məsələ burada. Orada diqqətli olun. Atletkanın çox növçülüyü müəllimlər bayaq saydıqlarımdır. Qaçışdır, tullanma və tullanmanın müxtəlif növlərindən təşkil olunur. Qadınlar və qızlar üçün və yeniyetmələr üçün 3 növçülük bir gün ərzində. Müəllimlər, yadınızda saxlayın. Əgər sizdən 3 növçülüyü soruşursa, 3 növçülük, bax, bir gün ərzində keçirilənlər, 3 növçülük bir gün ərzində keçirilir. Məsələn, kişilərdə 5 növçülük var ki, bir gün ərzində keçirilir. Amma qadınlarda 5 növçülük var ki, 2 gün ərzində keçirilir. Həmişə 2 günə böləndə birinci günü keçirilir 3 dənəsi, ikinci günü keçirilir 2 dənəsi. Aydındır. Birinci günü neçəsi keçirilir? Birinci gün keçirilir 3 dənəsi, ikinci gün keçirilir 2 dənəsi. Yəni ağırı birinci gün keçirilir. Biz iş görəndə deyirik, gün ağırını eləyək, sabaha yüngülü qalsın. Düzdür, Cəbrayıl müəllim, el arasında, özümüzün aramızda belə söz var. Bəli. Ay sağ ol. Bax, bunu da belə yadınıza saxlayın ki, ağırın büyü, yəni o 3 dənədən gedir söhbət ağır deyəndə. Ağırın bu gün yol aradan çıxardaq, qalsın yüngülü. Baxın, 3 növçülük bir gün ərzində keçirilir. Ümumiyyətcə, müəllimlər, atletika bizim birinci hərəki qabiliyyətimizi, ikinci hərəki qabiliyyətimizi, bir də 6-cı hərəki qabiliyyətimizi inkişaf etdirir. Yəni, sürət güc, bir də dözümlüyü inkişaf etdirir. Və birinci gündə keçirilənlər, yəni bir gün ərzində keçirilir, birinci keçirirlər 100 metr məsafəyə qaçış, hündürlüyə tullanma, yadro itələmə. Aydındır, sürət gücü inkişaf etdirdiyi üçün, deməli, sürət gücü inkişaf etdirən, hündürlüyə tullanma, yadro itələmə. Sürəti inkişaf etdirən isə 100 metr məsafəyə qaçışdır. Sürətlə sürət gücü neynədir? İnkişaf etdirdi. Bunu 3 günə yazdım. Aydındır, müəllimlər. Qadınlar və 17-18 yaşlı yeniyetmələr üçün 5 növçülük 2 gün ərzində keçirilir. Birinci gün keçirilir 3 dənəsi, ikinci gün keçirilir 2 dənəsi. Və müəllimlər, bir şey də yadınıza saxlayın ki, əgər çox növçülük, məsələn, bu günləri keçirilməlidir, bax, deyək ki, sürəti inkişaf etdirir, 100 metr məsafəyə qaçış. 100 metr məsafəyə qaçışla hündürlüyə tullanmanın arasında 30 dəqiqə fasilə olur, müəllimlər, 30 dəqiqə. Yəni, gün ərzində keçirilənlərin arasında 30 dəqiqə fərq olur, 30 dəqiqə. Yox, əgər gündən günə qalırsa, məsələn, 5 növçülüydür, birinci gündən ikinci günə qalırsa, ən azı 10 saat nə olmalı, müəllimlər? Ən az 10 saat fasilə mütləqdir. Aydındır? Ən azı 10 saat fasilə mütləq. Getdik indi 5 növçülüyə. 5 növçülük dözümlük hərəki qabiliyyətini və sürət gücü inkişaf etdirir. Birinci günündə keçirilənlərdən gedir söhbət. Maniyələrlə 80 metr məsafəyə qaçış. Nədir? Təbii ki, dözümlükdür. Yadro itələmə. Nədir?
Təbii ki, sürət gücdür. Gündürə tullanma. Nədir? Sürət gücdür. Görürsünüz? 2 dənə hərəkə qabiliyyəti, 3 dənə növ neynədir? Birləşdirdi. İkinci gündə keçirilənə, yəni bunların arasındakı fasilə nə qədər olacaq? Olacaq 30 dəqiqə. Bəs yaxşı, bunların arasında fasilə nə qədər olacaq? 10 saat. Başa düşdünüz? 10 saat olur. İkinci gün keçirilənlərə baxaq. İkinci gün keçirilənlər sürət gücü və sürəti inkişaf etdirir. Sürət götürmək üçün uzunluğa tullanma, 200 metr məsafəyə qaçış. 200 metr məsafəyə qaçış. Birini vurdum. Hə, 2 dənə vurdum. Aydındır, ikinci gün keçirilənlər də 2 dənəsi keçirilir. Kişilər üçün 5 növçülük bir gün ərzində keçirilir, müəllimlər. Bir gün ərzində keçirilirsə, Aysən müəllim, aralarındakı fasilə nə qədər olacaq? Bu gündən sabaha qaldıqda nə qədər olmalıdır? 10 saat olmalıdır. Kişilər üçün 5 növçülük yadınıza saxlayın. Bir gün ərzində keçirilir və saydığım hərəkə qabiliyyətlərin hamısını əhatə eləyir. Sürət gücü əhatə eləyir, sürəti əhatə eləyir və dözümlüyü əhatə eləyir. Uzunluğa tullanma. Uzunluğa tullanma olursa nə olacaq? Təbii ki, sürət güc olacaq. Nizə tullanma, nizə atma, sürət güc olacaq. 200 metr məsafəyə qaçış. Təbii ki, sürət olacaq. Disk atma, təbii ki, nə olacaq? Sürət, güc. 1500 metr məsafəyə qaçış. Təbii ki, nə olacaq? 6-cı hərəkə qabiliyyət, dördüncü olacaq. Aydındır. Və kişilər üçün həm də müəllimlər 10 növçülük keçirilir. 10 növçülük də 2 gün ərzində keçirilir. 5-i 1 keçirilir, 5-i də 1 keçirilir. Bunların arasındakı fasilə gündən günə qalırsa 10 saatdır, bir gün ərzində keçirilirsə yarım saat fasilə olur və dekatlon adlanır, dekatlon. Dekatlon həm də atletkanın incisi hesab edilir, müəllimlər, incisi. Aydındır. Sizə sual düşər ki, atletkanın incisi hansıdır? Dekatlon, yəni 10 növçülükdür. Başa düşdünüz? Bax, burada da yazmışam. Gün ərzində keçirilənlər arasındakı fasilə minimum 30 dəqiqə olur. Birinci gündən sonra növbəti günə qalırsa 10 saat vaxt intervalı olmalıdır. Aydındır. Getdik indi nəyə? Dekatlonun birinci 5 dənəsinə görə birinci 5 dənədə nə keçirilir? Deyir ki, kişilər üçün birinci gündə keçirilən idman növləri sürət, sürət güc və sürət güc hərəkə qabiliyyətlərini inkişaf etdirir. 100 metr məsafəyə qaçış, sürət. Uzunluğa tullanma, sürət güc. Yadro itələmə, sürət güc. Hündürlüyə tullanma, sürət güc. Və 400 metr məsafəyə qaçış, bu da sürəti inkişaf etdirir. İkinci gündə keçirilənlər isə 110 metr sədlərlə qaçış, sürət güc. Disk atma, sürət güc. Şüvüllə tullanma, sürət güc. Nizə atma, sürət güc. Bunun dözümlüyü hanı? 1500 metr məsafəyə qaçış, sürət, 1500 metr məsafəyə qaçmaq isə dözümlük hesab edilir. Deməli, dekatlonun 1912-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilib. Bunu inanmıram sorular düşər. Sonra qadınlar, o kişilər üçün idi, müəllimlər. Ondan sırf kişilər istifadə edir. Sonra gedirik qadınlar üçün. Qadınlar üçün hekatlondur. Dekatlon, bax, qılla olan kimlər üçündür? Qılla olan kişilər üçündür. Qılla olan isə, yəni hekatlon isə kimlər üçündür? Qadınlar üçündür və 7 növçülük adlanır. 7 növçülük adlanır. Bu da 2 gün ərzində keçirilir. Birinci gündə keçirilir 4 dənəsi, ikinci gündə keçirilir 3 dənəsi, müəllimlər. Birinci gündə gəlin keçirilənlərə baxaq. 100 metr məsafəyə sərlərlə qaçış, 100 metr məsafəyə ümumiyyətlə sərlərlə qaçış sırf qadınlar üçündür. Amma kişilər üçün
110 metr sədlərlə qaçışdı. 100 metr qadınlardır, bu kişilərdir. 400 metr isə həm qadındır, həm də kişidir. Aydındır, indi izah eləyəcəm bilir. 100 metr sədlərlə qaçış qadınlara aid olduğu üçündür. Hündürlüyə tullanma qadınlara aid olduğu üçündür. Bunlar ikisi də görürsün, sürət gücü inkişaf etdirdi. Yadro itələmə yenə sürət gücü inkişaf etdirir. 200 metr məsafəyə qaçış təbii ki, sürəti inkişaf etdirir. Bu birinci gündə keçirilən 4 dənədir. Birinci gündə keçirilən 4 dənədir. İkinci gündə keçirilən 3 dənəyə baxaq. Uzunluğa tullanma, sürət güc, nizə atma, sürət güc, 800 metr məsafəyə qaçış, nədir? Dözümlük hərəkət qabiliyyətini inkişaf etdirir. 7 növçülük müəllimlər 2021-ci ildə yay olimpiya oyunlarında deməli Tokyo'da keçirilən olimpiya oyunlarında neynəmişdir? 7 növçülük və 10 növçülük daxil edilmişdir. 7 növçülük qadınlarda 1984-cü ildə olimpiya oyunlarının proqramına daxil edilmişdir. Bunu da deyim bilin. Kişilərdə də 10 növçülük 1912-ci ildədir. Burada yazmış. Sonra bütün çox növçülüklərdə yarış növlərində göstərilən ardıcıllıq mütləq gözlənilməlidir. Yəni ardıcıllıq mütləq yerinə yetirilməlidir. Məsələn, 100 metr sədlərlə qaçışdan sonra yadro itələmə ola bilməz. Olmalıdır hündürlüyə tullanma və yaxud da 200 metr məsafəyə qaçış olmaz. Aydındır. Əgər idmançı hər hansısa bir növü buraxırsa, o yarışdan çıxarılır. Çox növçülüyün hər bir növü üzrə yarışların nəticələri xüsusi cədvəl vasitəsilə hesablanır və idmançıya neynir? İdmançı ən çox xal toplayan idmançı, bal toplayan idmançı avtomatik oyunun qalibi hesab olunur. Və çoxnövçülük yarışlarında birinci fall start edən idmançıya, birinci fall start, yəni yadınıza saxlayın ki, qabaqcadan çıxış deməkdir fall start. Xəbərdarlıq və ya sarı kart, deməli, sarı kartla qara kart göstərdi. Yəni, sarı kartla qara kart bir yerdə olur. Baxın, sarı kartla qara kart bu formada olur. Bax, bu formada bir şey olur. Bax, bu formada bir şeydir. Yarısı sarıdır, yarısı da qara. Başa düşdünüz? Sonra, getdik nəyə? Neydi bu? Marafon qaçışı. Marafon qaçışında müəllimlər 5 dənə, 3 dənə, nə bilim 10 dənə idmançı olmur. Marafon qaçışında kütlə olur. Baxın, kütlə. Bunlara diqqətlə fikir versiniz. Müəllimlər. Bunların yaxalarında nömrələr var. Baxın, nömrələr var. Hamısı nömrələnir. Baxın, hamısı nömrələrin üstündədir. Bax, hamısı, daha bunun dənə şəkil olmalı, o da göstərəcəm sizə. Deməli, deyir ki, daha uzaq 15 kilometr, yarım marafon, bir də onda yazıda saxlayın ki, yarım marafon 21 kilometr 100 metrdir. Aydındır. Tam marafon isə 42 kilometr 195 metr təşkil edir. Aydındır. Marafon qaçışı kişilərdə 1896-cı ildə olimpiya oyunlarına daxil edilmişdir. Marafon qaçışı qadınlarda isə 1984-cü ildə olimpiya oyunlarının proqramına daxil edilmişdir. Gedək indi müəllimlər cross qaçışlarına. Cross qaçışları tənəffüsü neynir? Daha yaxşı inkişaf etdirir. Cross qaçışları üstə aşağı tempdə qaçılır. Cross qaçışlarında deməli, cross qaçışları 4, 6, 8, 12 kilometr məsafələri qət etmək deməkdir. 8 və 12 kilometr cross qaçışları klastik qaçışlar adlanır. Qadınlar üçün klastik məsafələr 4-6 kilometr təşkil edir. Aydındır müəllimlər. Bura qədər sual olan varsa buyursun. İndi gedirik maneələrlə qaçışa, burada diqqətli olun.
Mənim əlimlər, qadınlar və kişilərdə maneələrlə qaçış ilk dəfə 1920-ci ildə kişilərdə, 2008-ci ildə isə qadınlarda Olimpiya oyunlarının proqramına daxil olmuşdur. Maneələrlə qaçış 3000 metr məsafəni əhatə edir. Yadınıza saxlayın, 3000 metr məsafəni əhatə edir və 3000 metr məsafəni idmançı 7 dairə yarım qaçır. 7 dairə yarım qaçır. Yadınızda saxlayın bunu. 7 dairə yarım qaçır. Və o 3000 metr məsafənin ilk 200 metrəsini neynir? Maneəsiz qaçır. Start xəttindən, bax məsələn bu start xəttidir. Start xəttindən ilk maneəyə qədər olan məsafəmiz isə 270 metr təşkil edir müəllimlər. 270 metr. Yəni bu o deməkdir ki, 200 metrəsinin idmançı sırf maneəsiz qaçır. Ondan sonra gələn nə olur? Ondan sonrası gəlir maneələrlə. Başa düşdünüz? Ondan sonrası gəlir maneələrlə və maneələrin arasında olan məsafədə 78 metr təşkil edir. Və bir dövriyədə 7 dairə yarım qaçdığımız üçün bu birinci dairəni qaçanda bir dairəyə 5 dənə nə düşür? Maneə düşür, maneə. Cəbrayıl müəllim 5-i vururuq nəyə? 7-yə. Nə eləyir? 35. Ay sağ ol. Deməli bizim bir dənə 3000 metr məsafədə 35 dənə maneəmiz olur. 35 dənə maneəmiz. Və bu 35 dənə maneənin, bunlar ruskine yazım ki, yadınıza qalsın. Birinci, baxın, birinci, ikinci, üçüncü, dördüncü və beşinci. Bu ardıcılığı yadınıza saxlayın. Suluma, üzr istəyirəm. Sul yox, quru. Deməli, quru maneə, sulu maneə və quru maneə. Aydındır. Bizim neçənci maneəmiz sulu maneəyə düşdü? Dördüncü maneəmiz sulu maneə hesab edilir. Yadınıza bunu saxlayın. Dördüncü maneəmiz sulu maneədir. Və 3000 metr maneələrlə qaçışda dördüncü maneəmiz sulu maneəndə bunu da bilirsiniz. Maneələrin hündürlüyü kişilərdə olur 91 cm, 91,4 cm. Qadınlarda isə olur 76,2 cm. Maneənin uzunluğu 3 metr 96 cm, maneənin eni 3 metr 66 metrdir. 66 cm-dir və maneənin də dərinliyi səhv eləməsəm 70 cm, 70 cm təşkil edir. 70 cm. Ağırlıq 80-100 kiloqram təşkil edir. Qaçış yolunun eni, bu dəyişməzdir. Qaçış yolunun eni demək olar hər yerdə eynidir, 1,22-dir. Xətlərin qalınlığı isə 5 cm təşkil edir. Aydındır. Bizim maneələrlə qaçışda 3000 metr məsafədə oldu neçə dənə maneə? 35 dənə. Bunun 7 dənəsi sulu maneədir. 28 dənəsi isə quru maneədir. Aydındır müəllimlər. Və ilk maneəmizə qədər olan məsafə 270 metr oldu. İlk maneəsiz qaçdığı məsafə 200 metr oldu. Maneələr arasındakı məsafə 78 metr neynədir? Təşkil elədi. Aydındır. Bu da sizə maneələrlə qaçışdır və uşaqlar üçün keçirilən maneələrlə qaçış da 3000 metr yox müəllimdir. 2000 metr məsafəyə qaçış var. 2000 metrdir. Yadınızda saxlayın. Və 2000 metr məsafəyə qaçışda 18 dənə quru maneə olur. 5 dənə də nə olur? Sulu maneə olur. Ümumilikdə 23 dənə nə var? Maneəmiz təşkil edir və
yadınızda onda saxlayın ki, müəllimlər. 400-ə qədər olan məsafələr, 400-dən qədər olan məsafələr aşağı startdan başlayır. 400-dən kilos, yəni 400-dən yuxarıdırsa, yuxarı startdan başlanır. Aydındır? Bura qədər sual olan varsa buyursun. Sonra gedirik indi sədlərdən qaçışır. Sədlərlə qaçışır, bunu o günlər internetdə təsadüfən gördüm. Elə oradan götürdüm ki, sizin üçün də rahat olsun. Eyni şeyi yazmışam, mən prosta bir yana bunu atmağa görə dedim, bitirəm. Aha, indi müəllimlər, 100 metr bayaq demişdim ki, sədlərlə qaçış sırf qadınlara aiddir və 1932-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilir. 110 metr isə sırf kişilərə aiddir. 1896-cı ildə Olimpiya oyunlarının proqramına daxil edilmişdir. 400 metr həm kişilərdədir, həm də qadınlardan. İkisində də var. Və kişilərdə 1900-cü ildə Olimpiya oyunlarının proqramına daxil edilir. Ondan 84 il sonra da qadınların Olimpiya proqramına daxil edilir. Yəni 1984-cü ildə. Sədlərlə qaçış aşağı start vəziyyətindən başlayır. Cəbrayıl müəllim, niyə aşağı startdan başlayır, yuxarıdan başlamır? Aşağıdan başlamaz değil mi birinci? Niyə də? Mən səbəbini bir yaxın. Ortada maniye vardı, ona göre dövüyor. Maniye olduğuna göre birinci... Bayaq dediyimi 15 lira burada müəllim var. Hara qulaq asırsın? 400 metrə qədər axı dedim, aşağı startdan başlayır. Aşağı. 400-dən yuxarı olanda isə nə olur? Yuxarı startdan başlayır. Bu da 400'ü keçməyib. 400 soruşur. 400 soruşduğuna görə də nə olacaq? Bu aşağı startdan başa düşdünüz? Deyir ki, sədlərlə qaçış aşağı start vəziyyətindən başlayır. Sədlərlə qaçış sürət güc hərəkəti qabiliyyətini inkişaf etdirir. Bunu hamınız bilirsiniz. Hər məsafədə 10 dənə səd yerləşir. İstəyir 110 olsun, istəyir 100 olsun, istəyir 400 olsun. Bunun heç bir fərqi yox. Hamısında 10 dənə səd yerləşir və burada yalnız dəyişən sədlərin arasındakı məsafələr, ilk səddə qədər olan məsafələr, son səddən finişə qədər olan məsafələr dəyişir. İndi o məsafələri hamısını sizə bir-bir deyəcək. Və 10 dənə səd yerləşir, səddin eni deyəndə, bax bundan gedir söhbət. Bu idmançı qaçır, bunun üstündən keçir ha. Səddin eni 1 metr 19 santimetr. 1 metr 19 santimetr. Yəni 1 santimetr plus minus, yəni 1 metr 20 də ola bilər, 1 metr 18 santimetr də ola bilər. Başa düşdünüz? O deməkdir. Sədlərlə qaçış yolun, ayaqların istiqamətində tərəf yerləşdirilir. Yəni səddin, baxın burada, fikir verin bir dənə, diqqətlə fikir verin, səddin ayağına baxın, idmançının qaçdığı istiqamətdədir. O istiqamətdə qoyur ki, idmançı səddə toxunanda aşsın, özü istiqamətində aparsın. Qolun qısın, vırıb qırmasın. Bildiniz? Sədlərin ayaqları idmançının qaçdığı istiqamətə tərəf yerləşir. Səddi ağırlığı 10 kiloqramdan az olmamalıdır. Yəni səddin ağırlığı 10 kilodan az olmamalıdır. Ölçüsü eni 1 metr 18 ilə 1 metr 20 arasında təşkil edir. Kişilərdə 110 metrlə 400 metrdir, səddin sayı isə 10 dənə olur. Aydındır? Və 60 metrdə də sədlərlə qaçış həm kişilərdə, həm də qadınlarda ola bilər. Və idmançı 16 kilodan artıq 16 kiloqram güc tətbiq elədikdə, yəni onun ayağı səddə dəyəndə, əgər onun vurduğu udar, yəni zərbə 16 kiloqramdırsa və yaxud da ki 16 plusdursa, avtomatik həmin sədd aşır. Aydındır? Həmin sədd aşır. Və sədlər aşan zamanda neynəmir? Heç bir problem olmur. Aydındır?
Sədlərlə qaçış 100 metr qadınlarda. İndi getdi əsas məsələyə. Bax, ilk səddə qədər, o səsimdə sudonu bağlasın. İlk səddə qədər olan məsafəmiz şeydə olduğu kimi, maliyələrlə qaçışda olduğu kimi, bu da bir sistemdir. İlk səddə qədər olan məsafəmiz nə qədərdir? Olur 13 metr, ilk səddə qədər olan məsafəmiz 13 metr təşkil edir. Bax, ilk səddə, bax, elə bilin ki, burada finişdir, start xəttidir. Buradan bura qədər olan məsafə eləyir 13 metr. Sədlərin arasındakı məsafə, yəni bu sədlə bu səddin arasındakı məsafə olur nə qədər? 8,5 metr. Son səddən finişə qədər olan məsafə. Son axırıncı səddi, burada ucay nədir? Finişdir. Finişdirsə, buradan bura qədər olan məsafə 10,5 metr təşkil edir. Aydındır? Baxın, 13 metr, sədlərin arasındakı məsafə 8,5, baxın, 8,5. Axırıncı isə nə qədər olacaq? Axırıncı 10 metr, üzr istəyirəm, 10,5 metr təşkil eləyir. Aydındır, baxın. Sonra 110 metr sədlərlə qaçış kişilərə aiddir, sırf kişilər üçündür. O 100 metr qadınlara aiddir. İlk səddə qədər olan məsafə 10 metrdir. Sədlər arasındakı məsafə 914'dür. Son səddə qədər olan məsafə 14 metr, 14,2 santimetr təşkil edir. Yəni 13,72, sədlər arasındakı məsafə 914, son səddə isə 14,2 metr təşkil edir. 400 metr həm qadınlar, həm kişilərdə. Sədlər arasındakı məsafələr də eynidir. Onların ilk səddə qədər olan məsafə də eynidir. Son səddən finişə qədər olan məsafə də eyni olur. İlk səddə qədər olan məsafə 45 metr təşkil edir. Sədlər arasındakı məsafə 35 metr təşkil edir. Və son səddə qədər olan məsafə isə 40 metr təşkil edir. Aydındır? Sədlərin hündürlüyü 100 metrdə, yəni qadınlarda olur 83 santimetr, kişilərdə olur 1 metr, 400 metr kişilərdə olur 91 santimetr, 400 metr qadınlarda olur 76 santimetr. Bura qədər sual olan varsa buyursun, yoxsa keçək estafet qaçışına. Estafet qaçışı müəllimlər, estafet qaçışı. Əsas məqsəd estafet qaçışında, bax, estafet budur. Estafet qaçışında əsas məqsəd estafet çubuğunun komandanın ayrı-ayrı üzvlərinə qət edəcəyi mərhələlərdə qaydalara riayət etməklə mümkün olduğu qədər tez bir zamanda estafetin çubuğun finiş xəttinə çatdırmaqdır. Aydındır? Finiş xəttinə çatdırmaqdır. Və estafet çubuğun o komanda yoldaşa ötürəndə hop komandasından istifadə eləyir. Hop komandası. Aydındır? Bunu yadınızdan çıxartmayın, bunu sizdən soruşacağım. Hop komandasından istifadə eləyir. Aydındır? Estafet qaçışları. Deməli, 4 vurulsun 100, 4 vurulsun 400 estafet qaçışları var. Və 4 vurulsun 100 estafet qaçışı qadınlarda 1928-ci ildə Olimpiya oyunlarına daxil edilib. 4 vurulsun 400 kişilərdə isə 1912-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Və buradan bu yana da diqqətli olun. Estafet qaçışları ümumiyyətcə komandalı bir yarışdır. Estafet qaçışı 4 nəfərdən ibarət olur. 4 nəfərdən. Məsələn, klasik estafetlərimiz yadınıza saxlayın. 4 vurulsun 100 ilə 4 vurulsun 400'dür. Bu klasik estafetdir. Qeyri-klasik estafetlərimiz isə 4 vurulsun 200, 4 vurulsun 800, 4 vurulsun 1500 metr məsafəyə qaçışdır. Cəbrail müəllim, sizə sual düşər ki, 4 vurulsun
100 estafetində bir idmançı neçə metr qaçır? Sizə bir idmançını soruşursa, idmançının bir də qaçır. 100 metre kaçmış. Necə? 100 metre. Aysa, 100 metrə qaçır. Sizə sual düşər ki, bir komanda neçə metr qaçır? Hərəsi 100 metr qaçanda, bunu da 4-ə vuranda 400 metr. Başa düşdü? Bunu yadınıza sor. Məsələn, sizə sual düşər ki, 4 vurulsun 1500 metr məsafəyə estafet qaçışında bir komanda, bir oyuncu neçə metr qaçır? 1500 metr qaçır. Bəs komanda neçə metr qaçır? Avtomatik 4'ü vurur 1500'ə eləyir 6000. Ay sağ ol. Başa düşdünüz? Burada da həmin misalların hamısını yazmışam, baxar. Estafet sözünün də mənası ötürmək deməkdir. Ötürmə zamanı yerə düşən estafet ağacını estafeti ötürən idmançı qaldırmalıdır. Ötürən. Məsələn, Cəbrayıl müəllim irəlidə durub məni gözləyir. Əgər estafeti verən zaman estafetin çubuğu yerə düşürsə, Cəbrayıl müəllim əyilmir. Kimə əyiləcək? Mən əyilib götürməliyəm. Başa düşdünüz? Doğru dildə desək. Aydındır bura qədər. Evet. Aha. Estafet çubuğunun ötürmə üsulu iki cürdür, müəllimlər. Vizual var, bir də qeyri-vizual var. Vizual odur ki, 400 metrdə olur. Vizual 100 metrdə olur isə qeyri-vizual. Başa düşdünüz? Olur qeyri-vizual. Yadınıza saxlayın. Vizual odur ki, görürsən, qeyri-vizualda görmürsən. Sonra estafetin ötürülməsi daxili tərəfdən, yəni soldan, sağdan, bir də ortadan ötürülmə 3 cür yerinə yetirilir. Sağdan, soldan, bir də qarışıq ötürmə, yəni ötürmə ortadan olur. Və yadınızda saxlayın. Ən yaxşı ötürmə də ortadan və təhlükəsizdir. Düz irəliyə ötürmə deyirlər onu. Deməli, indi gedirik nəyə? İndi gedirik vizual ötürməyə. Gəlin vizual ötürməyə baxaq, görək vizual ötürmə nədir? Vizual nədir? Dedik, görərəkdir, düzdür? Görərəkdirsə idmançı neynir? Baxın, estafetə baxa bilir. Çünki vizualdır. Vizualdırsa burada məsafə nə olacaq? 400 olacaq. Aydındır. Burada məsafə uzun olduğuna görə idmançı yorulur və ötürməni görərək icra edir. Qeyri-vizualda isə diqqət eləyin, 4 vurulsun 100 metr məsafədir. Baxın, görmür. Əlin sadəcə arxaya apara bilir. Başa düşdünüz? Əlin sadəcə idmanı arxaya aparıb ki, estafeti arxadan gələn amma onun neynəməlidir? Düz mərkəzdə onu elə uzatmalı. Qabağda qaçan idmançı onu tuta bilsin. Çünki bunların məsafəsi cəmi 30 metrədir qaçıb. Qaçış bir-birinin arxası ilə qaçma məsafəsi 30 metrdir. Aydındır. Sonra, deməli, 4 vurulsun 100 estafet qaçışlarında ən qısa məsafəni qaçan idmançı birinci etapda qaçırlar və ən uzun məsafəni qaçan isə ikinci etapda qaçan idmançı olur. Yəni, qısa məsafəni qaçan birinci qaçan idmançı olur. İkinci etapda qaçan isə ən uzun məsafəni qaçır. 4 vurulsun 100 estafetində qaçışında bütün mərhələlərində idmançılar öz qaçış yolunda qaçmalıdırlar. Hərə öz qaçış yolunda qaçır. 4 vurulsun 400 estafetinin qaçışında birinci mərhələdə idmançılar öz qaçış yollarında qaçırlar. İkinci mərhələdə isə 100 metr qaçdıqdan sonra neyniyirlər? Birinci yola keçirlər. Başa düşdünüz? Yəni, estafet qaçışlarında 500 metrədən sonra zolaq öz təsir qüvvəsinin neyniyir? İtirir. Məsələn, sən 7-də qaçırdın, 7-ci zolaqda qaçırdın. 7-də qaçırdınsa, gəl 1-də qaçırsan. Amma 500 metrdən sonra. Başa düşdünüz?
500 metrdən sonra. Sonra 4 vurulsun 800 estafetinin qaçışında start verilən anda birinci daroşkaya ümumi yola keçirlər. Yəni, əsas yoldan, yəni öz yollarından birinci yola qaçırlar və birinci yolla neyinirlər? Hərəkət eləyirlər. Estafet ağacının uzunluğu, yəni bunun uzunluğu olur nə qədər? 28, 30 santimetr, çəkisi olur 50 qram, diametri də 4 santimetr olmalıdır. 4 daha. Haqqıdır daha 4 santimetr təşkil edir. Və estafetin ötürülmə, yəni estafet çubuğunun ötürülmə texnikaları da neçə yerə bölünür? 3 yerə bölünür. Yuxarıdan, aşağıdan və düzdə irəliyə. Ən optimal, ən təhlükəsizə bayaq dediyimdir, düz irəliyə. Qısa məsafəyə qaçışlar aşağı startdan, uzaq məsafəyə qaçışlar da yuxarı startdan başlayır. Baxın, 4 vurulsun 100 aşağı startdan başlayır, 4 vurulsun 200 aşağı startdan başlayır, ta ki 4 vurulsun 400'ə qədər daxil olmaqla 400 metrdə aşağı startdan başlayır. Yəni, qısa yadınızda saxlayın ki, sürət varsa, sürət hərəkə qabiliyyəti varsa olur aşağı start. Yox, əgər dözümlüyə gedirsə, 800, 1000, 1500'ə gedirsə, olur ki, nə? Yuxarı startdan başlayır. Aydındır. Sonra, ötürmə dəhlizləri. 4 vurulsun 100 estafetində 3 ötürmə dəhlizi var və 30 metrlik dəhlizdə içində yerinə yetirir. Yəni, o bayaq dedim, idmançının cəmi 30 metri məsafəsi var ki, orada neynəməlidir? Orada bir-birinə estafet çubuğunu ötürməlidirlər. Bunların cəmi 30 metr məsafəsi var. 100 metr, 4 vurulsun 100-də 3 dənə ötürmə dəhlizi var. 4 vurulsun 200-də 2 ötürmə dəhlizi var. 4 vurulsun 1500-də 3 ötürmə dəhlizi var. Baxın, 4 ilə 100 ilə 3, bir də 1500. 100 ilə 1500-də yadınızda saxlayın ki, 3 dənə ötürmə dəhlizi var. 4 vurulsun 100 ilə 4 vurulsun 1500-də 3 dənə ötürmə dəhlizi var. 4 vurulsun 200-də 2 dənə ötürmə dəhlizi var. 4 vurulsun 400 ilə 4 vurulsun 800-də də bir dənə ötürmə dəhlizi var. Və gedək nəyə? Gedək önündə İsveç estafetinə müəllimlər. İsveç estafeti sadədir. Baxın, İsveç estafetində müəllimlər 1, 2, 3, 4. Dedik ki, 4 dənə idmançı olur. Birinci idmançı 100 metr qaçır. İkinci idmançı 200 metr qaçır. Üçüncü idmançı 300 metr qaçır. Dördüncü idmançı isə 400 metr məsafəni qət edir. Ümumilikdə nə elədi? 1000 metr. Yəni, İsveç estafetinin uzunluğu olur nə? 1 kilometr təşkil edir. Və İsveç estafetində də 3 dənə ötürmə dəhlizi var. 3 dənə ötürmə dəhlizi. İndi deyəcəksiniz ki, müəllim, burada 4 nəfərə nətər 3 dənə ötürmə dəhlizi olur? Gəlin də onu sizə izah edeyim. Baxın, təbii ki, estafet kimin əlindədir? Birinci qaçan, yəni 100 metri qaçanın əlindədir. 100 metri qaçan ötürdü kimə? İkinciyə. Düzdür? Bu birinci ötürmə. İkinci, 200 metrəni qaçan ötürdü kimə? Üçüncüyə. Bu ikinci ötürmə. Üçüncü isə, yəni o 300 metrəni qaçan ötürdü dördüncüyə. Dördüncüdə də nə oldu? 3 dənə. Dördüncüdə heç kimə ötürməyəcək. Aparıb finişə çıxardır. Düzdür, Cəbrayıl müəllim? Yadınızda qaldı? Bəli. Aysa. Sonra, gedirik indi nəyə? Deməli, estafet qaçışları 3 fazadan ibarətdir. Hazırlıq, sürətlənmə, bir də nə? Bir də ötürmədir. İndi sürətlənmə ilə ötürmədir. Sürətlənməni alıblar, veriblər ötürməyə. İndiki təzə qaydada yoxdur. Sürətlənmə 10 metr idi əvvəl. İndi o yoxdur. İndi onu yığışdırıblar. Sürətlənmə 10 metr idi. Ötürmədə 20 metr idi. İndi bunu yığışdırıblar. 10 metri yığışdırıblar. Veriblər hara?
ötürməyə 30 metrədir. Bax, deyirik ya, ötürmə 30 metr təşkil edir. Sonra getdik qaçış qəlbinə. Qaçış qəlbləri. Yadınıza saxlayın müəllimlər. Qaçış qəlbləri 3 cür yerinə yetir. Yəni 3 formada quraşdırıla bilər. Bu arxasında olanlara fikir vermiyorum. Bunlar səs siqnallarıdır. Komanda veriləndə marş komandası. Onun üçündür. Və adi, yaxınlaşdırılmış, bir də uzaqlaşdırılmış olmaqla 3 yerə bölünür. Baxın müəllimlər. Bu yaxınlaşdırılmışdır. Fikir verin, yaxınlaşdırılmışdır. Bu adidir. Bu isə nədir? Uzaqlaşdırılmışdır. Başa düşdünüz? Bu isə idmançının yəni deməli, bu da idmançının boyuna, çəkisinə görə dəyişir. Yəni, boy çəki indeksinə görə dəyişə bilir. Yəni, idmançının öz istəyindən də asılı ola bilirlər. Başa düşdünüz? Sonra bu start qəlbinin quraşdırılmasıdır. Nə bilim, 1,5 pəncə, arxaya 2 qəlbə doğru 2 pəncə. Bunlar sizlikdir. Bunlar sizə suallarınız düşməyəcək. Aydındır. Sonra deməli, 400 metri daxil olmaqla 4 vurulsun 100, 4 vurulsun 400, 4 vurulsun 200 streç estafetləri birinci etapda qaçan idmançılar qaçış qəlbində başlayır. Sonra digər məsafələrə qaçışlar qəlbirdən istifadə edilmir. Yəni, sizə açar söz olaraq belə yadınıza saxlayın ki, aşağı startdan başlayanlar qaçış qəlbirindən istifadə edir. Yuxarı startdan başlayanlar qaçış qəlbirindən istifadə eləmir. Baxın, yadınıza saxlayın. 400 metr, 4 vurulsun 100, 4 vurulsun 400, 4 vurulsun 200 və İsveç estafetində birinci etapda qaçan idmançı qaçış qəlbirindən başlayır starta. Ondan başqa heç kim başlamır. Yalnız birinci duran qaçır da, ikinci duran gedir qəlbirdə durmur ki, start vəziyyətini alır. Aydındır, müəllimlər. Sonra, digər məsafəyə qaçışlarda qaçış qəlbirindən istifadə edilmir. Qısa məsafəyə qaçışlar, baxın, qısa məsafəyə qaçışlar adlanır nə? Sprint. Qısa məsafəyə qaçışlar adlanır sprinter. Orta və uzaq məsafəyə qaçışlar isə adlanır stayer. Yadınıza saxlayın. Stayer adlanır. Kartelik də sürətli oynamaq deməkdir. Bunu da keçmişəm sizə bilirsiniz. 0-dan 400 metr arasındakı məsafə qaçışında idmançı öz qaçış yolunda başlayır. Finişdə də eyni yolda başa vurmalıdır. 800 metr məsafəyə qaçışda stadionda idmançı 100 metrini öz yolunda qaçdıqdan sonra ikinci yola keçir. Bu 800 metrə aiddir. 1500 və daha uzaq məsafələrə start verilən kimi idmançı birinci yola keçir. 400, 800, 1000 metr məsafələrdə isə start xəttinə, finish xətti üst-üstə düşür. Gəlin bunu sizə izah edeyim. Baxın, Cəbrar mühəndisi əsas bir dənə. Stadionun uzunluğu nə qədər oldu? 400 metrə. Ay sağ ol. Stadionun uzunluğu 400 metrə təşkil edir. Düzdür? Bu da oldu nə? Bu da oldu stadionda başladığımız məsələ. Bizim 400 metr bir kuruq fırlanandan sonra 400 metr bir kuruq fırlanandan sonra startla finish üst-üstə düşmür. Düşdü mənim. Ay sağ ol. 800 metr fırlanmaq üçün 2 dəfə fırlanmalıyıq da, düzdür? 2 dəfə fırlananda üst-üstə düşmür. Yenə düşürməli. Ay sağ ol. Demək ki 400, 800, 1000, 200, 1000, 600, 2000, 2400, 2800, 3200, 3600, 4000,
4400, 4800 və s. Hamısında 4, yəni 400 üst-üstə gələrsiniz, müəllimlər görürsünüz. 800, 1200, 1600, 2000, 2400, 2800, 3200, 3600 və sizə sual olaraq yazarlar ki, 900 metr məsafəni idmançı qaçdıqdan sonra finish xətti üst-üstə düşmür. Təbii ki, düşmür. Üst-üstə düşmür. Nəfər düşür? Düşmür. 800 də 900 düşmür də 800 düşmür. Ay, sağ ol. Və sizə belə bir sual verərlər ki, 1600 metrədə finish xətti ilə start xətti neçə dəfə toqquşur? 4 dəfə toqquşur. Bəli. Aydındır. Bax, bu sualları diqqətli olun. Belə şeylərdə diqqətli olun. Onsa bizə sırf əsas lazımdır. Qaçışda tullanma, atmalar, sonra qasara uzunluğa tullanma, yerindən uzunluğa tullanma, şüvürlə tullanma. Yəni, bunun həngaməsi hələ çoxdur. Bilmirəm, bunun ikinci PDF-ini sizə atmışam, yoxsa atmamışam. Hər sənə atmamışam. Atmamışız lan. Onu atmamışam. Ağlamaq onda, Kərəm onda tutur. Bunu indi izah edeyim, qoyuqlarım bir şey edəcəm sizə. Deməli, harada qalmışdı o bizdən, görüm haradaydı ya. Deməli, 400, 800, 110 min metriyə qədər olanlar hamısı neyinir? Üst-üstə düşür. Qaçışda final mərhələsində 12 nəfər idmançı keçir. Yəni, finaldan 12 nəfər idmançı keçir və bu 12 nəfər də finala çıxır. Burada birinci, ikinci və üçüncü yerlər uğrunda mübarizə neyinir? Aparır. Aydındır. Qaçışda marş komandası birinci tapançada marş komandasıdır. Qaçışda əgər ikinci dəfə tapança, məsələn, mən durmuşam start vəziyyətində, Cəbrayıl müəllim atəş açır. Tapançanın atəş açır. Hamı startda avtomatik neyinir? Reaksiya verir. Dəvərəndə Cəbrayıl müəllim birinci atır. Cəbrayıl müəllim ikinci atanda hamı dayanmalıdır. Niyə görə dayanmalıdır? Ona görə dayanmalıdır ki, Cəbrayıl müəllim müşahidə elədi ki, məsələn, Sabir müəllim bizdən tez çıxdı. Yəni, nə tər tez çıxdı? Cəbrayıl müəllimi gözləmədən çıxdı da, belə lor dildə desəm. Başa düşdün? Aydın oldu müəllimlər. Tapança ikinci dəfə asıldıqda bu adlanır nə? False start adlanır. False start, yəni startdan əvvəl çıxma. Yəni komanda verilməmişdən əvvəl çıxır və bu da nə olur? Avtomatik false start edən idmançıya hakim qara və qırmızı kartı göstərir. Qara və qırmızı kart göstərir. 2 dənə rəng bayaq demişdim. Bir dənə kartın üstündə olur. Başa düşdünüz? 2 rəng bir kartın üstündə. O olur. Başa düşdünüz məndə? Bütün qısa məsafəyə qaçışlar 400 metriyə kimi sürəti inkişaf etdirir. Orta və uzaq məsafəyə cross qaçışları dözümlüyü inkişaf etdirir. Yəni 400-ə qədərdirsə sürətdir, 400-dən yuxarıdırsa dözümlükdür. Atletika idman növündə əsas sürət güc, bir də dözümlüyü inkişaf etdirir. Aydındır, müəllimlər.